Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var. Azərbaycan ordusunun təməli xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizələrin içindən doğulub. Tarixə nəzər salsaq, ilk müstəqil ordu 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb. 26 iyun 1918-ci il tarixində milli hərbi hissələrin təşkili haqqında qərar verildi. Bugün də həmin tarix 26 iyun rəsmi olaraq Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Cəmi 23 ay yaşamış Cümhuriyyət ordusu erməni daşnaqlarına və xarici təhdidlərə qarşı qəhrəmanlıqla vuruşdu. Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu ordu ləğv edildi. Azərbaycanın öz ordusunu yenidən qurması üçün tam 71 il gözləmək lazım gəldi. 1991-ci il Azərbaycan yenidən müstəqilliyini bərpa etdi və elə həmin ilin oktyabrında müstəqil dövlət kimi milli ordunun formalaşdırılmasına başlanıldı. İlk çağırışçılar, könüllülər və müharibənin içində doğulan hərbçilərdən ibarət Azərbaycan ordusu vətən torpaqlarının müdafiəsinə qalxdı. Bu ordu Qarabağ müharibəsi, qazanılan təcrübə və yarımçıq qalan tarixi 30 il sonra tamamladı. Vətən müharibəsi Azərbaycan ordusunun gücünü, çevikliyini və xalqla birliyini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Qarabağı düşməndən azad elədi. Bugün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Azərbaycan ordusu dünya arenasında da böyük nüfuza sahibdir. NATO standartlarına cavab verən silahlar, peşəkar kadrlar, müasir texnologiya, peşəkar zabit gizir heyəti, qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadir olan xüsusi təyinatlı qüvvələr, döyüş təcrübəsinə sahib olan ordu.